Bu Lənkərandakı Şəhid Mir Məhəmməd Rızazadə küçəsinin vəziyyəti haqqında qısa bir icmaldır. Deməli, söhbət Lənkəranın Şiləvar kəndindən gedir. Amma mənbələr deyir ki, küçənin vəziyyəti, açığı çox pisdir, hətta bərbad desək yeridir. Bu da təbii ki, yerli sakinlər üçün böyük problem yaradır. Şəhidimizin adını daşıyan bu küçənin yolları sadəcə pis deyil, demək olar ki, tamamilə dağılıb. Yəni keçmək çox çətindir. İkinci, yağış yağanda vəziyyət lap pisləşir, əməlli başlı çətinləşir. Küçə sözün əsl mənasında gölə dönür. Nə maşın keçə bilir rahat, nə də ki piyadalar. Yəni hərəkət demək olar ki, iflic olur. Və nəhayət, sakinlər də artıq dözmür bu vəziyyətə. Onlar bunu şəhidin xatirəsinə hörmətsizlik kimi qiymətləndirirlər. Ona görə də aidiyyəti qurumlardan təcili tədbir görülməsini xahiş edirlər. Şiləvar sakinləri tələb edir ki, qəhrəmanlarının adını daşıyan bu küçə tezliklə adına layiq vəziyyətə gətirilsin.